ümumiyyətlə oxumaq, Quran-Kərimin ilk enən ayəsi Hira mağarasında Rasulullaha ayət belə enir, İqra. Əstəğfirullah, İqra bismi rabbikəl-ləzi xaləq deyə Allah Teala buyurur. Nə deməkdir? Oxu. Rasulullah buyurur ki, nə oxuyum, mənim oxuma yazmam yoxdur. Bilirsiniz də, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ümmi olub. Ümmi nə deməkdir? Oxuması, yazması olmayıb. Bunun da bir çox hikmətləri var. Ki sonradan ona deyilir ki, məsələn, bizim kitablardan öyrənmisən, başqa kitablardan oxuyub gətirsən, amma Rasulullah ümmi olub, yəni oxuması, yazması olmayıb ki, Allahın vəhyi ilə insanlara müraciət edib. Rasulullah Cəbrail əleyhissalama buyurur ki, mənim oxumam, yazmam yoxdur, mən necə oxuyum? Cəbrail əleyhissalam iştə və təkrarı, İqra. İqra oxumaqdır, oxu deməkdir. Sonra deyir, İqra bismi rabbikəl-ləzi xaləq. Oxu, yaradan Rəbbinin adı ilə oxu. Allah Teala niyə ilk ayəni bizə oxu, ilk vəhyi bizə oxu ilə göndərib? Oxumaq çox önəmlidir. Oxuma alışqanlığı nədir? İndi günümüzdə təəssüf ki, oxumağı tərk etmişik. Neyəcəyik? Günün bir bəlli saatlarında, ya həftənin bəlli müəyyən bir vaxtında ailəlikcə mütaliə edib, sonra oxuduqlarımız haqqında bir-birimizlə məlumatlaşa bilərik. Bu ən gözəl versiyadır, düşünürəm. Biz necədir? Bizim indi dövrümüz texnologiya bir dövrüdür. Uşaqlarımızın əlindən o telefonları almaq və yaxud da nə bilim kompüterləri, bilgisayarları almaq çətindir. Sadəcə olaraq birinci özümüzdən başlamalıyıq. Bu nə deməkdir? Birinci özümüzü düzəltməliyik. Yəni uşaq baxır ki, məsələn, valideyni saatlarla oturur, məsələn, telefonla məşğuldur. Və yaxud da uşağa deyirik ki, əlindən qoy bu, məsələn üçün, bu telefonumu ya kompüteri. Yaxşı, qoydum, gəlirdi ki, indi nə edeyim? Əgər uşaq qoydusa onu əlindən, onunla məşğul olmaq lazımdır, ona qayğı göstərmək lazımdır. Nə bilim, idman bacarığı varsa idmana yönəltmək lazımdır, rəssamlıq bacarırsa rəsm işlərinə yönəltmək lazımdır. Hər insanın mütləq şəkildə özəl bir bacarığı var. Nə bilim, tikiş tikməklə məşğul olmalıdır, toxumaqla mı və s. və s. Kitab oxumaq ən gözəl alışqanlıqdır. Maraqlı kitablar, bədii kitablar olur ki, maraqlı kitablarla, bu çox gözəl bir kitabdır. Bunu oxu, sonra birlikdə müzakirə edək. Biz uşaq vaxtı nə edirdik? Kitabları birimiz oxuyurduq, birimiz ev yığışdırırdıq. Sonra oxuyan adam bizə, məsələn, onu elə növbələşirdi, oxuyan adam bizə onu hekayə edirdi. Elə bədii kitablar oxuyurduq. Yəni, bu çox gözəl fikirdir məncə.